1 adet ayna, 1 adet Miss dodaq karandaşı ve Temu'dan aldığım 6 manata 18 adet pomada. Görək doğrudan da bu pomadaları yoxlayıb baxacağıq. Keyfiyyəti həqiqətən yaxşıdırmı ya yox və bu pulu verməyə dəyərmi ya yox. Birinci dodağımızı çərçivələyirik. Düşdü. 18 adet balacı mini pomada. Hamısının rəngini bu formada swatchladım. Baxın, bu cür görsənir. Qollarım hamısı rəng oldu. İndi keçək 01 nömrədən 18 nömrəyə kimi necə görsənir dodağımda onu göstərəcəm. 01 nömrə. Bəyənmədim. Bu rəngi sevdim. Yaraşdı. 05 nömrə. Bardovunun ən gözəl tonu deyə bilərəm. Bəyəndim. 06 nömrə. 07 nömrə. Belə. Bu arada teksturalar çok yaxşıdır. Çok rahat yayılır. Hiçbir çətinlik çəkmədim mən dodağımda. Bu renk heç yaxşı değil. 08. Bunun rengi yaxşıdır ama hər kəsə yaraşmaz. 09. Aralarında en beğendiğim bu oldu. 010. Ve yağ kimi yayılır. Bu hiç bilinmir dodağımda. Xoşuma gəlmədi. 011. Aşırı vulqarını görsənir. Ama yine de qəşəng renkdir. Bu ise 015 nömrəsidir. Qəşəng, bəyəndim. 016 nömrəsi, 013 nömrəsi, tam bir dəli qırmızısı. 017 nömrə, 14 nömrə, mən bəyəndim. Qəşəng. Və sonuncu 18 nömrə. Sizcə siz hansını bəyəndiniz? Xoşunuza gələn rəng oldu mu?